Dostlar, bir daha hər vaxtınız xeyir olsun. Bu da növbəti tələbəmiz Zahir. 2 saylı peşə məktəbinin yetirməsi. Bu da mənim praktikada yanımda olacaq. İnşallah ki, 3 ay müddətinə də mənim tələbəm olacaq. Mən ilk öncə 2 saylı peşə məktəbinə həqiqətən dərin təşəkkürümü bildirirəm. Bu uşaqları bu cürə yetişdirib göndərirlər. Həqiqətən mənim öz yanımda yetizdirdiyim tələbələr və ora gedib orada praktik keçən tələbələr tamam fərqli. Bir də oradan mənim yanıma göndərilən tələbələr. Həqiqətən sayla demək olar ki, bir neçə dənə tələbəm var ki, peşə məktəbindən mənim yanıma praktikə gəlir. Oradan ilkin vurğuluyum, buradan ilkin adına bir tələbəm olubdur. 2023-cü ilin yetirməsi. Zahir də mənim 2024-cü ilin tələbəsi, oradan mənim yanıma praktikə gəlir. Eyni zamanda İmran, Zahir, inşallah ki, növbəti tələbələrimiz var, yenə onun çəkilişlərini eləyəcəyik. Mən peşə məktəbinə öz təşəkkürümü edirəm. Həqiqətən ki, belə gözəl tələbələr yetişdirmək. Zahirlə tanışdığımız inşallah ki, bir həftədir. Həqiqətən Zahirin xəttini çox istəyirəm. Zahiri inşallah ki, böyük ümidlərim var. İnşallah ki, Zahiri yaxşı yetişdirəcəyik və bütün tələbələrə olduğu kimi, yəni bunu dayana bilmədim deyim, çünki çox mərhətli tələbələr göndərirlər. Öz təşəkkürümü bilməm. Zahir, inşallah sənə uğurlar, bu sənin də peşə məktəbindən araqlı olan müqavilədir. İnşallah ki, sənin üçün uğurlu düşərli olsun. Sonunda 3 aydan sonra mən sənə öz sertifikatımla da təqdim edəcəm sertifikatımı sənə. Səndən inşallah ki, qəşəng bərbərlik fəaliyyət göstərməyi gözləyirəm. Bu sənin üçün xeyirli olsun, düşərli olsun. Yəni, bunu buradan vurgulamaq istəyirəm ki, Zahir, həqiqətən bir bərbər, əgər bərbərlik fəaliyyəti göstərirsə, bir saç kəsməklə olur. Mən 12 il bərbərəm. Saç kəsən bərbər olur. Bərbərlik fəaliyyətində insan gərək hər tərəfli olsun. Hər tərəfli deyərkən nəyə nəzərdə tutulur? Bilirsən, bizim peşə məktəbində elə müəllimlərimiz var ki, mən bütün müəllimlərin qarşısında baş əyirəm. Həqiqətən cəmiyyətin ən dəyərli insanlar, müəllimələr, siz cəmiyyət üçün çox dəyərli insanlarsınız, sizin qarşınızda baş əyirəm mən. Həqiqətən o məktəbi keçməyin özü belə, bərbərlikdə hansı səviyyəyə gələcəyinin həqiqətən çox gözəl göstəricisidir. Orada müəllimələrin qarşısındakı təhsil alırsınız və mən məsləhət görürəm, orada inşallah ki, dövlətimizin təqdim elədiyi diplomlarla da siz yararlanasınız. Əgər bərbərsinizsə, bu olmalıdır. Peşə məktəbləri elə deyil və 2 saylı peşə məktəbi. Buradan öz təşəkkürümü bildirirəm ki, məni seçimlərin yanıma tələbə göndərdiyi üçün. Və demək istədiyim odur ki, hər tərəfli olmaq üçün mütləq bu yolları keçmək lazımdır. Və sizdə də onu görürəm. İnşallah ki, siz elə gözəl insanlarsınız, elə gözəl xasiyyətiniz var ki, inşallah sizin üçün xeyirli olacaq. Yaxşı, xeyirli olsun, düşərli olsun. Bunu peşə məktəbindən mənim adımdan təqdim elə. İnşallah 3 ay praktikamızın sonunda da sənin öz sertifikatından təqdim edəcəm. Yaxşı, düşərli olsun, xeyirli olsun.